Görürsünüzmü? Böyrəkdə pielloektaziya var. Baxmayaraq ki, diakilet hissəsi bunun tam dolu deyil. Doktor Xoşbəxt Ağayeva hər bir xəstəsinə şəfqətlə yanaşan, onların ehtiyaclarına diqqətlə cavab verən bir həkimdir. Onun hər bir hərəkəti, hər bir sözü xəstələrinin sağalması üçün bir ümid işığıdır. Mənim yoldaşımı sağaldı. Boğazında 2 dənə şişi vardı. Özünə də denən günlərdə yoldaşıdır. Sizi təbrik edirəm, minnətdaram. Onun qulluğunda hazıram, Mikail. Doktor Xoşbəxt Ağayeva həm peşəkarlığı, həm də insanlara olan dərin hörməti ilə hər zaman nümunəvi bir şəxsiyyət olmuşdur. Onun xəstələrinə olan səmimi yanaşması onların həyatında müsbət dəyişikliklər yaratmışdı. Gəlmişəm Xoşbəxtin xəstəxanasına. Allah kömək olsun, balalarını təbiyəsin. 100% məndən indiyə qədər o pul götürmür. Tam da indi şəkərimə də müalicə eləyir. Yaxşıyam. Allah kömək olsun, balalarını saxlasın, canın salamat eləsin.